Necə ki İbn Abbas deyir. Deyir ki, mən sizə deyirəm ki, Allah Rasulü belə dedi, siz mənə deyirsiniz ki, Abu Bakr və Ömər belə dedi. Deyir, qorxuram başınıza göydən daş yağar. Və İbn Abbas əgər hətta Abu Bakr və Ömərin sözlərinin Peyğəmbər sallallahu aleyhi və səlləm sözünün qabağına çıxarılmasına razı deyildisə, Abu Hanifə, Şafi və qeyrisi necə? Əgər bu məsələdə Abu Bakr və Ömər caiz deyilsə onların sözü. Baxma ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdi ki, məndən sonra bu iki kişiyə, Abu Bakr və Ömərə tabi olun. Və hədis də səhihdir. Amma yenə də heç bir kişinin sözü Allah Rasulunun sözündən irəli deyil. Ona görə bu ümmət islah olunmaz, ta ki, la ilahə illallah, Muhammedur Rasulullahın tələblərini yerinə yetirməsin. Və bu ümmət daima bədbəxt olacaq, gedib sufi bədbəxtçiliyindən necə Şeyx Albani deyir. Yəni, bədbəxtçilikdir yəni. Ümməti zəlil günə salmaqdır və kimlərinsə sözünü şəriətin sözü eləməkdir və şeyxim nədir, o mənim üçün qanundur və ümmət heç vaxt bu cür fəlah tapmaz. Mümkün deyil. Ona görə islah, la ilahə illallah Muhammed Rasulullahdan keçir. Və təsəvvürlə ki, bu dinin təməlidir və bizə həmişə deyirlər, siz nəyə dəvət edirsiniz? Bu iki şeyə. La ilahə illallah Muhammed Rasulullah. Bir də üçüncüsü, onun da dəlili Quran və sünnədəndir və sələf. O da nədir? Sələfin fəhmi. Yəni biz Quran və sünnəni özümüz, kefimiz necə istəyir götürmərik. Biz Quran və sünnəni sələf necə götürüb elə götürərik. Sələf yəni sahabələr, tabiinlər, atbə-i tabiin və hidayət rəhbəri olan imamlar, alimlər. Onlar necə götürüb biz də elə. Və bu şəriətdə qaydadır. Ümumiyyətlə bir şey bilin, əhl-i sünnə və ya sələf, bu məzhəb deyil, bu firqə də deyil. Sən istəyirsən dinən ki, mən müsəlmanam. İstəyirsən dinən sünniyəm. İstəyirsən dinən əhl-i sünnəyəm. Əhl-i sünnə vəl-cəma, sələfi, taifatul mənsura, quraba, firqatun naciyə. Kefin nə istəyir dinən? Yetər ki, sünnətdə olan dinən. Çünki bu İslamın özüdür. Və bir misal versək, elə bil ki, ağ kağızdır və ağ kağızı nəzərində tut ki, İslam. Və mən ağ kağızı hər tərəfdən rəngləsəm. Biraz yaşıl, biraz göy, biraz qırmızı, biraz sarı rənglədim. Bir 90%-ni rənglədim. Və ortada bir dənə yeri, boş yeri rəngləmədim, saxladım belə. İndi mən qardaşa deyirəm ki, qardaş, göstərirəm o yeri. Bu nə rəngdir? İnsan istər-istəməz deyəcək ki, ağ rəng. Amma cavab nədir? Bu rəng deyil, axı, kağızın özüdür. Bu da belədir. O rənglər də firqələrdir. Yəni, İslamda zəlalət firqələri çıxıb, İslamın özü ki var, sələfilik, əhl-sünnə. O özü də ortada qalıb və o biri məzhəblər çıxdığına görə bu da bir məzhəb kimi görünür. Necə o rənglərin yanında ağ da elə bilirsən ki, rəngdir, amma da demirsən ki, bu rəng deyil axı. Elə kağızın özüdür, İslamın özüdür. O biri məzhəblərə nisbətdə məzhəb kimi görünür.